Salam, axşamınız xeyir olsun əziz futbol sevərlər və futbol azərkeşləri. 100% futbol verilişinin növbəti buraxışı efirdədir. Studiyada Bəhruz Musayevdir. Bu həftədə də verilişimizdə maraqlı müzakirələr olacaq. Günübank Premyer Liqanın 2-ci, 3-cü turunun oyunlarını həm qonaqlarla, həm də ekspertlərlə birgə müzakirə edəcəyik. Bir daha xatırladım ki, bugünkü verilişimizin də hər zaman olduğu kimi sualı var. Sualımız isə belədir. Çempionatın startı sizi razı saldı mı əziz futbol sevərlər? Və bir daha xatırladıram ki, bizimlə canlı əlaqə də yarada bilərsiniz və öz suallarımızı bizə ünvanlayıb, öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Nömrəmizi xatırladıram, 396-672-72 nömrəsi bizim əlaqə telefonumuzdur və həmən əlaqə nömrəmizə zəng edib öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz və mövzumuza da aid öz fikirlərinizi bildirə bilərsiniz. Verilişimizin bu həftəki qonaqlar iki ekspert var. Hər zaman olduğu kimi mən ekspertləri təqdim edim. Rövşən Əhmədov, veteran hakim, bizim daimi futbol ekspertlərimizdən biri və digər futbol eksperti Şahin Oğuz, Portal AS İnformasiya Agentliyinin redaktoru və həm də əməkdar jurnalist desəm, belə yanılmaram. Çünki futbolçuların, jurnalistlərin dostu və mənim də bir yaxın dostum bugünkü verilişimizin qonağıdır və Kəpəz fan klubunun rəhbəri Elmar müəllim, Elmar Əliyev. Sağ olun. Gəlib bizim Gəncə şəhərimizdən bura gəlib və verilişimizin qonağıdır. Bir daha xatırladıram həm ekspertlərimizi Rövşən Əhmədov, veteran hakim, Şahin Oğuz, jurnalist və Kəpəz fan klubunun rəhbəri Elmar Əliyev. Üç qonağımı da salamlayıram. Axşamınız xeyir olsun və bayramınızı da təbrik edirəm sizin müqəddəs Ramazan bayramı münasibəti ilə. Hər üçünüzü təbrik edirəm. Həm Rövşən müəllim sizi, həm Şahin müəllim sizi, həm də Elmar səni təbrik edirəm. Maraqlıdır ki, hər üç qonağım müəyyən rayonlardan, şəhərlərdən gəlib. Şahin müəllim Bakıdan gəlib, Elmar Gəncədən gəlib, bizim verilişimizin qonağı. Rövşən müəllim isə doğma Mingəçevir şəhərindən gəlib. Və maraqlı müzakirələrimiz olacaq və bir daha sualımı xatırladıram. Çempionatın startı sizi razı saldımı, fikirlərinizi bizimlə zəng edib və sualımıza cavab verə bilərsiniz. Kəpəz Azal görüşündən başlayaq. Ancaq bu görüşə keçməmişdən əvvəl bu həftədə milli komandamız yoldaş görüşü oynadı Şahin müəllim. Siz də oradaydınız. Bəhreynlə yoldaş görüşü və milli komandamız 3-0 hesabı ilə rəqibini məğlub etdi. Həmən oyunla qısaca danışaq, sonra çempionatın oyunlarına keçərik. Həm maraqlı fikirlərimiz olar. Şahin müəllim, sizdən başlayaq, sizdən start götürək. Yavaş-yavaş həm Elmar, həm Rövşən müəllim də öz fikirlərini bildirə bilərlər. Şahin müəllim, oyunu izlədiniz. İzlədim. Və milli komandamızın çıxışı sizi razı saldı mı? Hansı cəhətlərdə komandamız üstün oyun göstərdi, hansı mövqelərdə zəif çıxış elədi? Buyurun. Belə deyək də, milli komandanın oyunu izlədim. Əfsuslar olsun ki, oyun saat 18:00-da deyək başladı. Həddindən artıq hava isti idi. Yəni elə havada bir qədər oynamaq çətindir. Yəni futbolçular da iki qat güc tələb olunurdu. Ümumi oyuna baxanda milli hər bir komponentdə deyək Bəhreyni üstələdi. Bəhreyn reyting əmsallarında bizdən yuxarıdadır. 10 pillə. 10 pillə. Buna baxmayaraq, yığma komanda bu oyuna yaxşı başladı və 3-0-da qələbə qazandı. Deyərdim ki, Bert Fox bir sıra oyunculara istirahət vermişdi. O cümlədən millinin üzvlərinin Neftçidən çağırılanlar var idi. Neftçidə növbəti tur oyunu vardı. Ardınca da Apo ilə oyun gəldi. Avrokubokların play-off mərhələsində. Ona görə Rəşad Sadiqov kimi bir sıra futbolçuları da yığmaya çağırmadı. Onlar istirahət verdi. Onun əksinə olaraq belə deyək, onun müqabilində millidə yeni oyuncuları sınadı. Deyərdim ki, mərkəzdə və hücum xəttində bir uyğunlaşma var idi. Elə oyunun ilk dəqiqələrindən də milli diktə elədi oyununu Bəhreynə qarşı. Ən çox xoşuma gələn deyək ki, əvəzləmələrdə Cihan Özqaranın meydana çıxması oldu. Cihan Özqara özünü yaxşı tərəfdən göstərdi həqiqi mənada. Müdafiədə də hansı ki o stabilləşmə var, artıq komanda bəzi oyuncularını uyğunlaşdırır milliyə. Deyərdim,
havanın isti olmasına baxmayaraq, belə deyək də, yığma komanda hər tərəfli, yəni üstün oynadı rəqibdən. Bu həm də ki, belə deyək də, oyundan sonra da bəzi açıqlamalar oldu, yəni yığma komandanın üzvlərindən, yəni millinin üzvlərindən. Düzdür, hava ilə bağlı biraz iradlarını bildirdilər. Xüsusilə Cihan Özqara dedi ki, yəni belə isti havada saat 18:00 yəni altda oyun oynanılmaz. Həm də meydan baxımından, meydanın belə deyək, o örtüyünün şəraiti biraz narazı qaldı. İsmət Qayıbov adına stadionu. İsmət Qayıbov adına stadionu. Digər tərəfdən, yəni yığmanın oyunçuları onu da dedi ki, hani İsraillə, yəni bu sonuncu oyundur ki, yoldaşlıq görüşü ki, yəni İsrail və Portuqaliya oyuna hazırlıq. Yəni İsrail, Portuqaliya, yəni Bəhreynlə güc müqabilində, yəni belə deyək, rəqib baxımından daha üstün komandadır. Yəni, onlar da söz verdilər ki, yəni millinin oyunçuları ki, yəni İsrailin oyunun ilk oyundur, çalışacaq ki, yəni bu oyunda qələbə qazanar. Yəni bu bizə rahatlaşdırmamalıdır. Bəhreyn üzərində qələbə. Mənə elə gəlir ki, yəni Bert Fox da yaxşı bilir ki, İsrail və Portuqaliya Bəhreyn deyil. Yəqin ki, o müddətə qədər də komanda tam formaya düşər. Rövşən müəllim, milli komandamız İsrail oyuna hazırdırmı? Siz izlədinizmi oyunu? Şahin müəllim düz qeyd elədi ki, həm Portuqaliya, həm İsrail Bəhreyn deyil. İlk öncə axşamınız xeyir. Mən bütün Azərbaycan xalqının Ramazan bayramı münasibətilə təbrik edirəm və bütün futbol ictimaiyyətini bu bayram münasibətilə yenə təbrik edirəm. Milli komandamız sual verir ki, İsraillə oyuna hazırdırmı? Bayaq Şahin müəllim deyir, 3-0 qələbəmiz Bəhreyn üzərində bu gözlənilən qələbə idi. Çünki biz Bəhreyn komandasını biz onların meydanında 2-1 məğlub etmişdik. Ümumiyyətlə bu seçmə mərhələ ərəfəsində, ilk turu ərəfəsində baş məşqçilər çox vaxt öz zəif komandalarla yoldaş görüş seçirlər və başlamamazdan əvvəl qələbə ilə elə bil nəticələndirir, təlim məşq toplanışını qələbə ilə nəticələndirib, elə bil ki, seçmə oyunlara hazırlıq. Bu da mən elə başa düşdüm ki, 3-0 qələbə, bir əzmkarlıq, mənim fikrimcə çox yaxşı oldu ki, amma İsraillə oyun, Bəhreynlə oyun deyil. Amma milli komandamız mənim fikrimcə bu olimpiyadadan sonra bizim idmançılarımızın yüksək nəticə göstərmə, 10 medal qazanmağını bu bizim futbolçularımız da yəqin ki can atacaqlar ki, bu seçmə mərhələdə futbol ictimaiyyətini, Azərbaycan xalqını sevindir. Zəngimiz var, Goranboydan bizə zəng olub, Musa bizə zəng edib. Alo, axşamın xeyir olsun Musa. Axşamın xeyir Bəhir müəllim. Axşamın xeyir, qonaqlarla salamlayıram. Keçmiş Ramazan bayramımızı təbrik edirəm. Sağ ol. Buyur Musa, fikirlərini bildin, buyur. Yığmanın Bəhreynlə oyun oynadı, qəşəng səliqəli oynadı, hava da isti də sporçulara təsir etmişdi. İsraillə oyunda axşam saatlarına təsadüf edirdi. Məncə yaxşı, Türkiyə kimi komandanı məğlub etmişiksə, İsraillə də qələbə qazanıb, qrupda yaxşı götürmək olar. Sonunda gəldisə, çempionatın gerisi yaxşı oldu. Amma Çəpər, Turan məğlub oldular, həmişə kimi yenə də axıra qaldılar. Bu da bölgə təmsilçiləri bizim üçün çox pisdir. İstəyirdi ki, Çəpər, Turan da Avropa kuboklara iştirak edərsən, yenə də biz də bölgə klublarda, azərkeşlərdə həyatdan yaşarsın. Çox sağ ol Musa, zənginə görə fikirlərini bildirdin. Elmar, milli komandamız qeyd elədik, Bəhreynlə oynadı və üstün hesabı ilə qələbə qazandı. Bəs bu İsrail və digər Portuqaliya kimi komandalarına oyuna hazırdırmı? Bert Fox tam olaraq taktikanı seçibmi? Axşamınız xeyir. Bütün Azərbaycan xalqı Ramazan bayramını Kəpəzə qayıdacaq. Milli komandanın oyunlarını müzakirə edərək çempionat oyunlarına qayıdacaq. Hər bir insanın öz fikri var. Mən də belə görürəm ki, bizim Azərbaycan zbornusu
Bəhreynlə və yaxud da Hindistanla yoldaşlıq görüşləri keçirirlər. Çalışaq ki, Bəhreynlə yox, Hindistanla yox, məsələn, Portuqaliya ilə mi, Türkiyə ilə mi, Xorvatiya ilə belə bir komandada yoldaşlıq görüş keçirmək lazımdır ki, komandada nəsə irəliləş. Hələ ki, mən Azərbaycan bonusundan hələ heç nə gözləmirəm. İnanmıram ki, İsrail komandasında qalib gələ. Heç bir şey gözləmirəm. Çünki çox güvənirlər Bert Foxa. Bu qədər Azərbaycanın gözəl məşqçiləri var. Gətirsinlər, qoysunlar işləsin. Hələ Bert Foxdan, hələ Fox elə gedir, hələ ortada bir şey yoxdur. Çox maraqlı fikir səsləndirdin. Şahin müəllim, bu Bəhreyn komandasını seçməkdə məqsədimiz bu reytinq halında irəliləmək olmazdımı? Belə fikirlər olardımı? Məsələn, belə komandalara qələbə qazanmaqla, zəif komandalara. Əslində Rövşən müəllim bir sözü dedi ki, yəni əsasən bu yoldaşlıq yoxlama oyunları elə bir xarakter daşıyır ki, yəni zəif mövqelər, yəni hansı xəttlərdə boşluqlar var, oranı yəni gücləndirmək, daha futbolçuların gücünü bilmək. Məncə Bəhreyn ola bilərdi bəlkə sparing deyək, rəqib başqa bir komanda ilə yoxlama, biraz güclü tərəfindən. Yəni həmişə yəni bir komanda öz zəif tərəfini bilmək istəyirsə daha güclü rəqiblə görüşün. İndi seçim belə oldu. Ola bilər ki, bəlkə bizim milli ilə də oynamaq istəyən elə bir rəqib tapmaq olmur, mümkün olmur. Yəni belə bir biz bilirsiniz ki, yəni ümumiyyətlə hər bir yəni aparıcı futbol ölkələri bu seçmə cikla hazırlıq görəndə 1-2 il, 3 il əvvəldən hazırlığını görür. Artıq hansı komandalarla, hansı millilərlə yoldaşlıq görüşləri keçiriləcək. Bunlar hamısı artıq təqvimdə müəyyən olunur. İndi ola bilər yenə deyirəm, yəni Bəhreynlə sırf bəlkə də reytinqdə irəliləmək xatirinə belə bir yoxlama görüşü. Mənə əsas yəni yenə deyirəm, yoxlama görüşü deyil. Əsasən yəni dünya çempionatını seçmə və ya Avropa çempionatını fərq eləməz. Yəni seçmə mərhələsində uğurlu start götürmək. Yəni yoxlama oyunu ilə seçmə mərhələsində oyunu tam başqa motivasiya daşıyır. Tam başqa hava, aura olur. Yəqin ki, yəni Bert Fox da bütün bunları nəzərə alıb, yəni həm də millinin oyunçuları nəzərə almalıdır ki, yəni İsrail yəni Bəhreyn deyil, bayaq dediyim kimi, yəni İsrail gücünü də bilirik. Həmçinin Portuqaliyada dəfələrində artıq tanış rəqibdir bizə. Yəni bu komandayı yenə deyirəm, evdə belə komandalara qarşı oynamaq olar, xüsusilə İsrailə. Yəni şəxsən mən yəni İsraillə heç səni yəni itirilmiş xalq kimi hesab eləyərəm. Qələbəni siz daha çox önemli. Qələbəni daha çox önəmli. Yəni həm bu da əlavə bir stimul verəcək millinin oyunçularına növbəti oyuna. Həm uğurlu start. Bilirsiniz ki, yəqin ki, mən elə gəlir ki, Tofiq Bəhramov stadionu açılış oldu. Yəni həm bu oyuna da bir açılış kimi, yəqin ki, millinin üzvləri, Bert Fox da, yəni bu bütün bunları, amilləri nəzərə alıb, yəni o doğma arenaya buyuracaq azarkeşləri, yəqin ki, uğurlu start götürərlər, biz də inanırıq, inşallah belə olar. Keçən çempionatın oyunları milli komandamızın Bəhreynlə görüşünü qısaca müzakirə elədik. Həm ekspertlər, həm qonağımız öz fikirlərini bildirdi, maraqlı fikirdə səsləndirdi Elmar. Kəpəz Azal görüşü ilə başlayaq. İlk startımız Kəpəz Azal görüşü və Kəpəz öz meydançasında Azala 2-0 hesabı ilə məğlub oldu. Qolları isə bir futbolçu vurdu. 30 və 51-ci dəqiqədə Azalın yeni futbolçusu Nildo. Mən çox bəyəndim Nildonu. Həm vurduğu qollarla, həm də gözəl oyunu ilə. Epizodlara da baxacaq, qollara baxacaq ki, çox gözəl qollardan birini vurdu.